Salamlar dostlar, hər vaxtınız xeyir olsun. İnanın ki, mən belə daha özümdən şokdayım bu saçlarımın vəziyyətindən. Ötən səfər uzatsa sizə dedim ki, bəs daha saçlarımı güya ki belə lavanda rəngində elədim və o rəngdə saxlayacağım. 3 ayda siz mən bu şəkildə görəsiniz. Mən özüm görəmirəm elə qalmışsınız. Rəngi axdı. Tonik sürtmüşdüm, axdı getdi hamısı. Ama darıxmayın, bir dənə tonik sifariş eləmişim. Gələn vlogda da nə bilim nə rəngdə görəsiniz. Hər vlogda bir formada, hər vlogda bir rəngdə. Amma xoşuma gəldi bir tərəfdən də. Çünki düşündüm ki, tonikə 3 ay qalasıdır. 3 ay qalsa görəsən sıxılmaram o rəngdən. Qalmadı. Heç bir ay olmadı valla deyəsən. Olmadı heç bir ay. 2 həftə nə qaldı, nə yox. Hətta bir neçə gündən sonra rəngi yavaş-yavaş açılmaya başladı. Yavaş-yavaş buradan belə axmağa başladı. Pünhan da deyir ki, bir təfələ rəhlə canın qutarsın. Daha hansı rəngi istəyirsənsə. Mən də deyim ki, yox da kraska ilə istəmirəm. Belə fərqli olsun, içdə bir. Bir də görürsünüz sabah mavi rəngdiyəm. Bir də görürsünüz bürsüyün qara rəngdiyəm. O birisi gün bir də görürsünüz yenə ağ rəngdiyəm. Mənə xoşuma gəldi amma bu məsələ valla öz aramızdır. Hər nəysə, bugün sizlə çox maraqlı bir vlogum var paylaşasım. Tüm vlogda anamgilləri falan, xalamgilləri falan çox az çəkmişdim vlogda amma bol qəşəng söhbət görəsiniz, qeybət görəsiniz, nə bilim də hər şey görəsiniz. Gəlin keçək vloga. İlk öncə mən gördüyüm işlərdən danışım, sonra vlogları paylaşasım. Hablar mənə öldürdülər işlə vaxtı. Deyəm, yay tətilidir, cəmaət geyir. Dənizdə istirahət eləyəcək, gəzməyə. Biz oturmuşuq öyün içində, ancaq mürəbbə bağla, tutma tut, kompot bağla, hər şeylik özü deyirəm ki, elə bil ki, biz sizə dedik ki, bizə mürəbbə eləyin nağarında. Daha demədik ki, mən elə bil ki, 2 dənə qızın ikisini daha bir dəqiqə köçürəm. Ha, ikisinə də mürəbbə zat verəsim. O qədər eləyikdilər, ha, təsəvvürünüzə gətirim. Nəysə, qalaq gəlmək istəyən gəlif yeyə bilir. Qoyunu təşrif eləmiş olun. Keçdik vloga bəsdir, gənə çox danışdım. Vaxt gəldi, çatdı. Buranı gənə söhmək... Buranı sizin qarşınızda, sizin gözünüz görə neçə dəfə mən söktüm, yığdım. Hələ siz görməyəndə neçə dəfə söküb yığmışam, yəni əmələ gətirəmirəm, rəyim istədiyim kimi olmur. Onu düzürəm, o xoşuma gəlmir, bunu düzürəm, bu xoşuma gəlmir. Yenə sökürəm ados. Hamı tənci gəldi mən, bir damcı su yerimdən ötürü, inanam ki. Amma bu səfər sökəsiyəm, bu inşallah son olasıdır. Bundan sonra bir də sökməyəsiyəm. İndi gülləri bura düzmüşük hamısını. Bu arada piyonim açıqdır dünəndən büyünə. Bir qəşəng iyi var. Ay Allah. Antikədir vallah. İndi bunlardan aldıq. Bunların adlarını hamısını unutmuşam. O arvad danışanda altdan çəkdim ki, biçəm sizə maraqlı olar, hansınsa adını bilmək istəyəsiniz. Yadımda qalmayası, biləm də özümü. Bilmirəm, indi orada düşməyəkdir, amma bunların hamısı gül açır. Bu zaten açıqdır gördüyünüz kimi. Bunlar da deyir, gül açır, bu hissələr gül açır. Mənlə Pünhan deyəm, bu gül açmasa belə, özü belə qəşəkdir. Bunlar nə qəşək görsənir, burası. Bu, o tərəfində bura dəxli yoxdur. Bir də belə 3 dənə yolkalardır. Bunlar da çox qəşəklər, çox xoşuma gəldi. Daşlarımızı da gətirmişik, 4 dənə bu daşdan seçdik. İndi mən oranı sökürəm. Pünhan da gəlib yıxsın. Heç də ciyək, başlayaq işə. Amma ondan əvvəl qoyub baxmaq istəyəm kruk formasındakı hansı nətəri qoysam daha qəşəng görsənər. Bir dənə qoyum, daşıyım o tərəf bu tərəfə 70 dəfə. Sonra qərar verək. Baxın, bunlar belə düzdümdə. Bunları biz bu kruqun içərisinə yığmaq istəyirik də. Düşünürəm ki, sıx olasıdır amma. Biz gəlib bu kruqu biraz yekəldək ya da çölünə də elə sax, nə bilim, nə daha olasıdır. Hə, belə dursun görək. Onu da uşaqlar eləyəsizlər. Bilmirəm, kruqu böyütmək lazım olası deyəsən, çünki amma əslində onun da daşlarla yuxarı qaldırası yoxdur. Bəlkə altında yer olsa yerləşər. Amma kompozisiya olaraq bir dənə yolka, hamısını 3 dənə almışıq bu arada. Bir dənə bundan, daha sonra güllü orta hissədə olsun deyirəm, ağaçların ortasındakı. Bir dənə də yaşıl, bir dənə də yolka. Bu şəkildə qəşəng görsənir. Cəmnə qarıq. Şu daşları götürdük. Bunu bir daha qoydum ki, yerlərini bilmiş olaq. Nə harda olasıdır. Komple gaz mı alıyorsunuz? Gaz komple. Hemen de onu yemişsə komple qazaq, soymadan balası kimi. Düzəqən yaxşısı budur. Yerləşir elə, həmən olasıdır. Valla güllərin hamısı. Dostlar, axır ki mən də usta hesab olundum. Mənə də usta çayı verildi. Çox şükür. Həmişə mən verirdim ustalara çayı, indi mənə də usta çayı verilir. Ura.
Pünhanı gözləyirəm. Gör nə var. Bura komple qazası olduq. Çünki yəni mənası yox. Tək qazmanın hər yeri qazaq. Bastıraq, sonra qıraq bucaqlarını düzəldərik. Pünhan gəlib abda bir krok vurub getdi. İnanın ki, mən bu ucu kəsməyən lapatqı ilə qoyub. Güvəş lapatqı almağa yarım saat üstü da mən buranın habi ilə düz lapatqı ilə kəsib qutarmışam, qazıb qutarmışam. Pünhan hələ də gələsidir. Özüm də deyəm ki, lapatqı alsansa gözləyim də eləməyim deyir. Yoxsa nə eləməm gələ qədər. Daha hamısı qutardım. Nə edim mən lapatqı ha bundan sonra? Nəysə bu mənə ustalıq eləyəsi oldu. Mənə fəhlə kimi işlədir. Pünhanın fəhləsi yoxdur. Fəhlə pul alım gərək mən. Bax, hamısını özüm qazmışam, vallah. Baxın siz Allah. Nəysə, gülləri də əkib abranda yığışdırıb qoyacam. Pünhan gəlməyəcəkdir. Həbçi bir yerə gəyəndə gəlmir. Xeyli gəlsin. Şo. Dairəmiz hazır. Havamız qaraldı. İşıqlarımız odur. İşıqlanmağa başlayıb yavaş-yavaş. Çıxardıb qıra qoymuşuq. Nə qəşək görsən? Qəşəkdir. Qəşək vurulduq. Milçək də idi. Evet, milçəklər iyiydi. Ama qəşəng oldu. Daşı alır ortaya. Tersi de vurur. Sənə göstərirəm. İndi qaranlıq göstərmir qəşək. Daşlarımızı da koyduk. Altına şey sərif. Yorulduk. Yorulduk, resmen yorulduk. O su qabını da qoyaq da qalanlara məsəfə eləyərəm. Daşlarımıza da. Daha milçəkləri kimi aldı. Ha? Milçəklər idi. Diyeceğim onu da koyaq. Все, bugünlük bu qədər. Buranın qurubunu da taxtıq da qalanlara məcbur sabah eləyəsiyəm. İşıqları falan sabah yerləşdiririm. Əllərim bu vəziyyətdədir. Bütün özəlcəklə işləyim, alicəklə verməyikdir. Nəysə. Getdim. Sağ ol. Bunları da sabah hazırlayım baxa bilər. Hələ bunlar da var əkiləsi. Pünhan. Sağda bir o neçəsi yox. Getdim neysə Pünhan mən döymədən qomarmadan qaçıb. Bax nə qəşəng yoxdu. Xoşuma gəldi ha, işıqları bəyəndim. Ötən səfər nəsə bəyənməmişdim. O bir dənə zəiflikdir, niyəsə onu dəyişdirmək lazımdır. Orada var bir iki dənə artıq. Olanın dəyişir. Nə qəşək görsən, şirin oldu. Nəsə giyməlimi, üzümü yuyum. Cəyəsi yox, işimiz var elə bundan sonra. Dostlar, dedim gəlin sizə buranın axıcı göstərim nətər oldu. Bu şəkildə. Bir də xırda daşlardan, bu daşların xırdasından sifariş eləmişəm. Onları bir aralarına az-az töşəsiymiş. O, məsələn, qara yerlər vardı, oraları görsənməsin. Amma daha o, hələ şəhərmət bilməm, vaxt gələr daş. Yəni, çox da belə dəyişiklik olmayasıdır, bu şəkildədir. Dedim sizə göstərim qəşəng oldu. Buradan quşlardan ötürüyəm, təkürəm. Bunlar axşam işıqlanması çox qəşəng olur həqiqətən. Bu 3 dənə də şarikdən böyüklərini qoymuşam. Var bir şey, nə bilim, bahalı bir landşaft dizaynına oxşayır. Şibdi bəs ki, bu ürüyə eləyikdi. Çəkibdi, baş böyünəyə apara. Valla amma güllərimiz çox belə qəşəng oldular. Bunlar açasılar tezliklə. Hətta buradan baxın, çıxmağa başlayıqdı. Baxın. Yavaş-yavaş. Belə ümumi görünüş bu şəkildədir. Çox ürəyimə yatır, çox qəşəngdir. Məncə o böyük daşlar var bir şey alt hissəsindəki qəşənglik, gözəllik qatdı. Düzü tam belə bəlli olmur, amma baxanda az-maz da olsa görsənir. Çox xoşuma gəldi, çox bəyəndim. Bir də bu ətrafına belə biraz qazmışdıq deyə çox əziyyətli bu hissələr otlar. O tərəflərinə də toxum falan çəkmişik ki, o gün otlar belə içəri doğru çıxsınlar ki, bu qara şey buradan görsənməsin. Belə. O da görək böyüsün, daha səliqəli görünəsidir. İndi istər-istəməz kənar hissələri əyriləyi falan bilinir. Amma ot dediyim kimi uzanandan sonra bir balaca görsənməyəsə də nətər oldu sizcə? Əziyyətimə dəydi. İnanın ki, mən abamı o gün qaldırmışam Pünhandan tay. Düz 4 gündə yağa dura bilmirəm belimin ağrısını. Axırda həkimə getmişəm o gün bir də. Pünhan deyir ki, sən bir də o şeysə böyür üstə qoydu. Vallahi həqiqətən də qoymuşdu, amma dəyər. Görsünüz ki, yenə xırıldayıram orada. Xoşuma gəldi deyə. İndi xoşuma gəlməsəydi danışmağa başlayacaqdım ki, ay belim də getdi, nə oldu? O da qəşəng olmadı. Çox şükür bəyəndim. Hamımız qutardıq bu dərddən. Belə bu arada səhər durub görürəm ki, pəncərədən nə?
Ne? Benim gülüm. Bu gülüm açıttı oraya. Geçenciysice. Belki niye yedi az kala burnuma hömçek girmişti oradan. Sarım. Ciğer tarafa. Burada girişdəki gülümün obesi de açıttı. Bunları Toydamdan almışdıq. Yani düzü Toydamdan alınan güllərə qarşı biraz qorxurdum ki, açmayasılar, eləməyəsilər də, qəşəng olmayasılar. Amma yox, gördüyünüz kimi çox qəşəng açıttı. Ben qoxlamamışım, qoyum devamını qoxlayayım. Qəşəng iyice ha, vallah. İyi de var ha, Toydamdan olmasına rağmen. Bilmiyorum, nəsə Toydamdan həmişə gül çiçeği alanda bizdə uzun ömürlü olmurdu. Amma dediyim kimi göz dəyməsin. Bu yaxşıdır. Bir de bu gülüm yine qunut deyildi. Yine yok, bu təzə qunut deyil. Bunda neçə dənə açıqdı gül, biri də açıqdı. Bu iyi də ki, daha vəbşə. Heç daha sizə belə iyi var, elə iyi var desəm də inanmazsınız. Şu nətə iyi var. Elə bir güldür. Möhtəşəm. Nənəsi düşürdü həyəti təmizliyi. Bu da süpür. Süpür! Молодец! Ay Allah. Nənəsi? Ha bu apayıfçıyı sən şəkiyə. Həyatını süpürsün. Всё? Yerine koy da onu götür. Всё değil, daha süpürdük. Tutar duşam, ne kadar süpürsün. Ne kadar işledin az, öldün, yoruldun. Спасибо, qonşu. Uşaqlarım da bilirlər ki, mamam gülü xoşlayana görə hər həyətə çıxanda ki, mamam bilə həyətdəki güllərin hamısını yonuq gəlirlər. Daha bilmirəm nə güllərdir. İnşallah zəhərlənmək bir gün. Hər gün gətirirlər, amma içinə qoyuram özdə. Aşı Əsracana yığıb gəldi. Konfet. Ay Ülviyə, xamırı yoğur, xincal bişirək. Ha kızı hamuru yoğurt. Özünde diye fincan ben pişirmişim ha. Ben sana özü tanıttı. Xəmirimi ağıyıq tutdu. İşte, xamırı deyim, mən niyə yoğuram, sonra da dizi sən xincal bişirmişəm. Xincal Xəmirimi yayılacaqlar. Bana kəsəcəklər, sonra da olacaq ki, biz xincal bişirdik. size. Hamısı gəlmir axı. Bəs də sən də, gəlinin kimi. Hər işlərini gördüm, xəmirlərini yoğurdum, yaydım, indi daha geyirəm. Son gələndə deyəcəklər ki, biz xincal bişirmişik. Sağ ol. Əlin qolundan olsun, üzünə olsun. Heç nə deməyəcəksən elədin. Sağ ol. Ben babamı Fincalımızı kəsdilər, məncə işləmişəm. Abone kökünə tökəcəm amma. Su qazanda qalsın, sonra bir əliyə tökəcəm. Təbiyyəli qoz bugün. bugün olsun bir tane həblə, bir tane de həblə. Karıştırmak olmaz fincan. Bu kadar olsun. Gəzilməsin deyə. Allah. Öyrən dadası. Hazır bir değil. Kimsə də sorursanız, deyəsiniz, özüm bilirdim. Qoz bibi də kim idi? Qoz bibi də Ülviyənin nənəsi idi. Həmişə cibinə qoz tökürdü, Kim uşaqlara qoz həyətdə. kimə deyirsən qoz bibi? Sənə xanım nənə. Nə xanım, nəyə qoz bibi deyirsən? Bax. Cibinə konfet qoyurdu, belə qoz qoyurdu, hamıya qoz verdi, uşaqlar hamısı qoz bibi gəldi, qoz bibi gəldi. Bir dənə də qaqamimiz var idi, su rəngli. Qurbanə doktor var idi, ona tası bizim mamamın həmin sevirən nənə. O da konfet qoyur, cibinə həmişə paylayırdı. Öyladı da olmamışdı onun, evlatlığı uşaq götürmüşdü. O həmişə kim görsə qasa gəldi, qaqami gəldi. Ölüncə qaqami dedi. Ben de hamısı kadar mı biliyorum? Deyirdi. O şey bizim kənddə adlardan daha çox ləqəblər məşhurdur dostlar. Kimisə adı ilə deyəndə məsələn tanımazlar, amma ləqəbini deyən kimi tanıyırlar. Amma Kiraciyen bacıma ana deyirdilər. Ha, bizde mi? Elçincir, Ektibar, Araz, Könoğlu ana deyirdilər. Mən bir kere dedim, onlar niye Kiraciyen bacı analar böyle ana deyirlər. Dedim, onun öyladı olmur. Ona göre ana deyirlər ki, deməsin ki də, amma ana deyir uşaqlar. görürsən, o qədər də geniş ürəkli, saf niyyətli Yani çiçek insanlar. bir günde boşuldular, şimdi yiyirler, çeşmişten danışırlar. Vallahi. Yok. Vallahi. Pişirme. Özdə hər şeyə aid bir tema tapırsınız lan öz aramızda. Her yemeğe bir şey. Hər yeməyə yeni tema çıxır. Bir söhbəti ikinci səfər eşitməzsən.
Seçmiş gözəldir də. Gələcək ondan da gözəldir. O olsun siz görəsiniz o gözəl gələcək. Siz də görür bizi, tez görür, siz də görür. Çatmaz. Hamımız hep beraber görelim. Yağı qabımıza sütürük. Mən daha yorulmuşam 7 milyonda heç iş yanmışam. Üstündən duruyor, bu da görüyor ama altına mən tökürəm, şu qavaya quşmaz. Güzel iyisin. Ben nasklarımı çiğ doğru. Şimdi maskasını tapdı götürür yine. Qal yağsız yiyən nə? Yağı çox beklənirsən, bax öz yediyi yağım olsun. Bu da bizim qaraltımız. Bu da oraya yağsızsın diyor. Tökürəm. Bu da oraya da yağ bu, öbürsüyün də tökür. Uşaqların için aynı buyur. Qaraltı deyil. Uşaqlara qaraltı qoymur, amma bu babacan uşaqlara verir. Gülüşka, apar. Ve Aparsan. yaparım. Yaşar diye, apas dedi diye yazacak. Şile gülüyor. Ayda beğendi ben düşünen fincalı. Yoxla be. Ay, Nətər idi fincalım? Fincalım nətər idi? Südsüdür. Fincalı bir nefer yiydi. Süt tutucu. Sən piyan oxuyurmuşsan. Fincalda piyon olmuşum. Duramıyorum. Aynen, kursla. Aynen da. Hə. Ən iyi bə. Ən iyi bə. Vallahi. Bəhmət çünki vallahi. Ne şansın. Hadi babası bileceğiz. Bugün de çılas mürəbbəsi hazırlayırıq. Azərbaycanda şu kimi qəşəng. Tam Azərbaycandan gətirirlər yara. Ne bileyim yəqin ki. Ötən həftə Pünhan getmişdi, yox idi. Qısıq qırmızısı var idi. Hangi? Hamı Azərbaycandan gətirirlər. Hanıydı? Karpuzun üstünde Azerbaycan bayrağı var. Sağ ol. Azərbaycandan bizə, mən də burada şeyini çıxardıram, çərdəyi. Sonra deyim, Esra kimi xaltura eləyirəm. Deyən sözü. Kim rəhmətli? Dədəm rəhmətli deyirdi ki, uşaqlar gün kimi, uşaqlar da gün üstündən şey edirdi, gün ağaçda, bağrıda oynayırdılar, aparıb binaya soxutdular. Ağaç yox, bağrı yox. Zülfiyə deyir ki, gecəyə bir dənə parkda şəkil çəkdirəm. Getdik, uşaqları da götürüb parkda. Moskvada. Moskvada da, o vaxtda. O qədər şəkil 90-cı illərdən var. çəkdir, bax, o qədər telefon yox idi də, göndərmə. Ceyənlərlə göndərirdik, şəkili göndərmişik. Deyir ki, baxın deyir, dədəm deyir, ama Moskvada ağac olur, ben deyirəm, bir dənə Biz de öyle değiliz. O vakti Moskvada ağacı olmuş. Şimdi ben de elə deyirəm, Moskvada Azərbaycan şeydi var. Ha, biz evdə mürəbbə şeyşülər hazırlayarkən Pünhan da cavab burada. Piyonimi bastıqdı, bu istedim gözüm görsün, hər ötən dişin söndə ona görə bir dəfə bastırsın. Orada zaten bir dənə piyoni var idi. Və necə qartenziyalarda istəyirəm ki, sizə demişdim də ötən videoda belə komple qartenziya olsun o tərəfdə, bu tərəfdə. Ötən səfər atamla Pünhan sağ olsun, oradakı qartenziyamı güya ot biçirəm deyib biçitdilər. Onu yenə basıtdırdım, hər dəfə görən deyəsiyəm. 2 dənəsində burada başqa qartenziya var idi. Bunlar qurumuşdular. Onu dedim çıxart elə ora bastır. İkisi də belə yan-yana olsun. Bu nəsə, bu aldığımız 3 dənə sort, elə bil ki, daha belə böyük olasıdır çinmə gəlir. Nəinki oradakılar, ötən ildən aldıqlarımız. Bilməm, görək, nə təri olur. Onlar daha balaca çinmə gəldilər. Həm ola alanda arvad sizə demişdi ki, kəsin. Daha payızda, qışda, qış qabağı kəsmişdik. Amma bu alan arvad dedi ki, uzun və hündür olmağı istəyirsənsə kəsməyin. Bir dənə o gül olan yerləri, gül hissəsi quruyandan sonra o hissəsini kəsin və yaxud hətta deyir ki, heç kəsməyə bilərsiniz, əlinizdən belə dartın, qopardın, füsüq qalan olduğu kimi dursun. Elə olsa hündür olası demişdi. İndi görək nə tər olasıdır. Bu il açana oxşayır elə bil ki, bunlar baxın. Açasılar çinməcə bunlar. İnşallah açırlar, onlar ötən il açmışdılar. Bu amma təzədir. Bunlar təzə idi. Bunlar bilməm açasılar yoxsa yox. Bir də onlardan ayrı dayı gətirənlər də görək, onlar nə tə olurlar. Belə.
Qəşəng oldu. Böyüyəndə lap qəşəng oldu Aslan. Bilirdim keyfiyyətli Bu her şey kalır. Haydi götür çöplərini biz batırmışıq. Gözlənmədik getdi gətirdi silmağa. Maldies qəşəng sil. Sil. Bezini de ağrın bize. Küs maxlarından. Küstü canım keçini bak. Burada gayet tam albalı döyməcə hazırlayır. İçərisinə sarımsaq, reyhan, qəşəngcə. Mən də qoz eləyirəm. Gilasını içərisinə tökməyə. Qıraqda qaynadası yox, sonra tökəsidir içərisinə. Hamı iş başında. Sekret sizə deyirik, üstünə pesox da tökülürmüş sənədə. Duz, pesox, sarımsaq, reyhan. Sonra tadına bakarız. Ona havlu bu. Ləpəni süzdük. Bu işləmi qaralmasın deyə eləyirlər, qazıqıçqa. Bir də onun içinə doldurmadıq təkdə, çünki bişəndə çıxır onsuz da. Mən də dedim ki, özümüzə deyəsin, çalmayaqsınlıq. İşdən tez qurtulaq deyə biraz da. O şimdi böyle köçəsi yox. Gəlin olsun, belə olsun. Fərq var. Qəşəng yumşaq olsun. Yanıram. Nə deyirsən? İncili silməlimiz cəhdi, Ruslu deyir, Ruslu cəhdi cablar nə qədər pişirib yiyirlər. O yiyən vaxtı cəhdi hidinə qara. Rəbbəmiz pişir be. Mürəbbə, bir dənəsi bölünə töküb pişirmişik. Qaynanamız gəldi, gördü ki, biz içərisinə qoymamışıq. Bu arada qaynanamız da Pünhandır, Pünhan qaynanamız. Gəlib bizə tapşırıq verdi ki, abla o içinə qoyun. O içinə indi başlayıq, pezoxla bu içinə doldurmaq. Xoşalımız. Mən həmişə Pünhana deyirəm ki, Pünhan, sən mənə həm qaynımsan, həm qaynatamsan, həm qaynanamsan, həm baldızımsan, hamısı sənsin. İndi bugün gəlib bizə Pünhan qaynanalıq elədi. Vallahi işte qaynana doydu. Yox da deyirəm ki, Pünhandır da mənə hər şey. Qaynanacağı deyir, sağ qaynamalığı yiyir. Benden kaynan ola. Ben özüme kaynamak isteyeyim. İndi sizə xanım kilas mürəbbəsi ilə çay süzübdür. İndi içəsiyim yoxdur, tərdir. Mən bişirəm mürəbbə. Mən pişirdim də. Kahve içini mən çıxardım. İçinə ləpəni mən soxdum da kim bişirəsidir. Avşin mürəbbələrin hamısını öz adıma çıxırma dostum. Yandım qəşəkdə. Ne tuz ki benim bu. Və bizim gilas mürəbbələrimiz. İçərisinə tökdüyümüz qozların əlavə elədiklərimizdə yağışları qalxdı. Hamısı çıxmaydı yəni. Bəziləri çıxıb da gördüyünüz kimi. Hamısı çıxmaydı amma içərisində qalanlar da var. İnşallah içərisi çıxanlar Pünhanın qabağına çıxmır. Qorxuruq Pünhandan, inanın ki. Heç kimdən qorxmuruq, bir dənə Pünhandan qorxuruq. Həmlə şeylərdir. Belə qəşəng oldu. Ciyək yataqda, axşam da hamı yatıb, buna görə sakitçilikdə həmlə. Yorulmuşuq, qəşəng. Sağlıq o zaman da qəşəng xəstəyəm, nasızım neçə gündür. Elə fırına gəzirəm. Yelənə gəzirəm, daha doğrusu fırına yox. Ceyim yoxlayayım, balaca istirahət edeyim. Sağ görək, nə bişirirlər gənə. Bu oviş qutarmadı bişir, bax.
Bu pes olur uşaq. Belələrdə hamdan da işləm. Səhər tezdən iməcilik başlayıqdı deyirəm. Tutma tuturlar. Orada yenə mən evimi oxudadan dərslər. Kompotlar bütün yığıtlar ediyorlar. Kuklamızın vapşı da yerini göstərmirəm. Bir avırçılıqdır. Mən yuxuda durana qədər görürəm kompot eləyib qutartdılar. Mən də dedim daha sizə buna görə bişirim. Çığırtma eləyim. Ülviyə gölündə qəşəng gəlinləri var. Bir cüt. Hüseynova bacıları. Tutma. Allah. Qaçıb yeyəcək. Çıxıb yeyəcək. Yox, qaçıb yeyəcək. Yox, yola çıxırıq. Ha. Balam, gəl bir. Dünən Zülfiyə dedik yenə o bacılar su. Ama şey değil mi? Gelin. Əsiyədə göndərdə futbola babası ilə geyir orada. Ana. Artıqdan çıxmırsa. Çörəyi əlinə vermişəm, vallahi deyə fikri qarşısın deyə demişəm ki, apar o çörəyi verdə də gətirib oturdu, yiyi divanın üstündə. Gətirir. Emzə bir bomba tutdular, hər şeyi yedirdi Allah. Gəlin bişirən yeməkdən yemədilər görsən? Gördün sən? Gör. Niyə? Söz baz eləyək də gündən sonra. Başlayırıq söz eləməyə. İnsan başlama, nəsə demək istəyir. Heç nə demirəm. Mən sənə 31 ili tanıyıram. Orada var dadaş o deməsin, əlimə çəkim yiyeyim yarı, indi çörəkli bir çığırtmalı ya. Çörəyi kəmlə batırıb yemədim çığırtmalı. Nə orada zaten. Vallah. İcazə verirsən. Görürsən ayda çörəyimizi vermir apartda özü yeyir. Qəşəkdir, Allah haqqı ilə qəşəkdir. Gəlin çığırtma səs. Esra, nyam budешь? Demələ qəşəkdir, əsl gəlin Baxacaq, çığırtması. dadına baxacaq, yaxşı, gəlin çığırtması. Abi yaşmasaq da yeməmişəm, aynı da olsa yiyəm. Da niyəsən oğlun yoxdur. Deməyəcəm. Ben de oğlum, sen mantılaymışsan. Buna mən oğlum. Şantaj ediyor adamı sen. Bəli. Bəyək sonra da dav eləyir ki, mən çırtmadan yemədim. Elə bir qızıl bişirmişəm. Elə bildiyim qızıl bişirmişəm özüm sənə, barıq ki. Bir işim var ki. Pomidor kaşe, pişiren kaşe, yiyin de. Sağ ol, bana tərif deyil. Hayır, kaşak durma. Mədəmiz kaşak öyle. Öyrənmirdi. Hadi bir də bişirmişəm. Ben sahip bu biz. Çocuk macı o da imanımız iyi bu. Bir gün ortadır. Elə bir gün ortadır. Şimdi ortada sahte kababı Ne var. valla yok ortada. Siz sərtizlə durub bankalarda hər şey tutarmısınız. Size laf akşamdı da. Vallahi. Eləmişik. Dostlar, gəldim videoları düzəltməyə baxdım ki, bir saatdan çox videodan ona görə kəsəsi oldum. Ayrası oldum videoları. Ona görə də belə biraz yarımçıq sonlanmış kimi oldu da, amma o videonun ardı var. Növbəti vlogda yükləyərəm qoy. Belə bir saatlıq zaten vlog paylaşmayayım məncə. Gələn səfərdə bir şey qalsın. Nəysə, bu günlük bu qədər bəsdir. Məncə bu vlog belə əyləncəli oldu həqiqətən. Söhbətlər falan. Sizin ötədə düşünürəm ki, maraqlı olar yəqin ki. Yenə də yorumlarınızı gözləyəsiyəm. Mən mamamla xalım otur oxuyanda yorumlar işlərini qutarından sonra sıraz açırlar YouTube-u, girirlər. Özdən sənin videonu 5 gün əvvəl də paylaşsam, yəni girib yorumlarını oxuyurlar da ki, birdən kimsə təzəni səyəsə qoyun da oxuyaq. Aşıb yenə yorumlar olsa oxuyasıdilər, inanın ki, ötən səfər xalama nə deyirəm, kimsə nəsə yazıbdı. Deyir, indi mən onun nə deyini tər cavab yazım ki. Cavab yaza bilmirlər özünüzə, amma oxuyurlar, inanın ki. Deyəm ki, yaxşı yazmam, mən özüm yazaram sən yerə. Sağ olun, zaten da indi xoş söz yazın onlardan ötürü. Belə, yəni bütün yorumları oxuyurlar, inanın ki, özdə həvəslə oxuyurlar, ha, belə gözlərində işıqlı, qəşək, xoşlarına gəlsin də. Yenə yorumlarınızı gözləyəsi yox, oxuyasınlar, cavab yaza bilməsələr də daha mən yazasıyam, heç nə olmaz. Belə, özünüzə yaxşı baxın, növbəti vloglarda görüşürük də, sağ olun.